Salam. Bir çox şəxslər biznesi başlamaq istəyirəm, amma qərarsızam. Hüquqi şəxs açım, yoxsa fərdi sahibkar? Əgər sən də bu barədə qərarsızsansa, bu video səninlikdir. Qısa və aydın izah edirəm. Əgər tək işləyirsənsə, risk azdırsa və fəaliyyətin çox geniş deyilsə, sənə fərdi sahibkar çox idealdır. Qeydiyyatı asandır, aylıq xərcləri azdır, amma komanda ilə işləmək istəyirsən, investor cəlb etməyi planlaşdırırsansa və gələcəkdə daha iri layihələr düşünürsənsə, o zaman hüquqi şəxs daha uyğundur. Hüquqi şəxsdən məsuliyyət şirkətin üzərində olur. Yəni, kiçik başlamaq istəyirsənsə fərdi sahibkar, böyütmək istəyirsənsə hüquqi şəxs. Əgər hələ də əmin deyilsənsə, biz sənə uyğun olan variantı seçməkdə kömək edə bilərik. Mürəkkəbləşdirmə, sadə yol həmişə var.